Salam əziz şagirdlər, tələbələr, müəllimlər. Bildiyiniz kimi yaxın zamanlarda artıq qəbul imtahanları başlayır və birinci qrupun şagirdləri qəbul imtahanında riyaziyyat fənni üzrə 30 sualı cavablandırmalıdır. Bu 30 sualın 22-si deməli qapalı suallardır, 22 qapalı, 5 ənənəvi açıq suallardır və 3 yazılı suallardır. 3 yazılı sual var və bu 3 yazılı sualdan biri isbata aiddir. İsbat məsələsidir. Ona görə də biz bugündən başlayırıq isbat məsələləri ilə məşğul olmağa və qəbula düşən isbat məsələlərini necə yazmaq lazımdır ki, tam şəkildə bal alaq. Ona görə də başlayaq birinci məsələdən həll etməyə. Alfa plus beta plus gamma 360 olarsa, tangens alfa, tangens beta, tangens gammanın cəmi, tangens alfa, tangens beta, tangens gammanın hasilinə bərabər olduğunu isbat edin. Deməli, biz başlayaq, bunu neynəyək? Krop eləyək bunu. Yığaq, bura. Bu şəkildə, bunda bu şəkildə. Bunda bu şəkildə. Və okey. İndi isə başlayaq isbata. Bildiyimiz kimi alfa plus beta plus gamma bərabərdir 360. Düzdür. Onda buradan alfa plus beta nəyə bərabərdir? 360 minus gamma. 360 minus gamma. Tangens alfanın yerinə sinus alfa bölünmüş kosinus alfa. Tangens betanın yerinə sinus beta bölünsün kosinus beta. Tangens gammanın yerinə sinus gamma bölünsün kosinus gamma yazırıq. Tangens yazırıq bərabərdir. Yəni, bu hissəni yazmağa ehtiyac yoxdur. İlk ikisini toplasaq və bu hissəni toplasaq, ortaq məxrəc kosinus alfa, kosinus beta. Yuxarıda birinci kəsin hər tərəfini kosinus betaya vurduğumuza görə sinus alfa, kosinus beta. İkinci kəsin hər tərəfini vururuq kosinus alfaya, onda olur kosinus alfa, sinus beta. İzahla yazıram, sinus alfa, kosinus beta plus kosinus alfa, sinus beta. Bu şəkildə. Plus gammanın yerinə 360 minus alfa plus beta qoya bilərik. O zaman sinus 360 minus alfa plus beta. Eyni şəkildə kosinus 360 minus alfa plus beta yazırıq. Bu da bərabərdir. Bu kəsirdə, birinci kəsirdə surətdə toplama teoremi alınır. Sinus alfa plus beta. Məxrəcdə kosinus alfa, kosinus beta. Və çevirmə düsturuna görə ikinci kəsirimizdə 360 minus alfa plus beta. Dördüncü rübə düşür sinusda, dördüncü rüb mənfidir. Və 360-da ad dəyişmir, çevirmə funksiyalarına biz onu tanıyırıq. Ona görə də mənfi alınacaq, mənfi sinus alfa plus beta bölünsün kosinus alfa plus beta. Buradan da yuxarıdan ortaqlıq kimi sinusu çıxartsaq, sinus alfa plus betanı çıxarsaq, onda nə qalar? Onda nə qalar? Deməli, yerdə qalacaq 1 bölünsün kosinus alfa, kosinus beta minus 1 bölünsün kosinus alfa plus beta. O da bərabərdir. Sinus alfa plus beta vurulsun. Ortaq məxrəc kosinus alfa, kosinus beta və kosinus alfa plus beta
Birinci şəxsin hər tərəfini kosinus alfa plus betaya vururuq. Kosinus alfa plus betaya vururuq. İkinci şəxsin hər tərəfini nəyə vururuq? Kosinus alfa kosinus betaya. Kosinus alfa kosinus beta. Toplama teoremlərinin açılışından bilirik ki, kosinus alfa plus beta, bu ifadə, kosinus alfa plus beta, bərabərdir kosinus alfa kosinus beta minus sinus alfa sinus beta. Ona görə də burada kosinus alfa kosinus beta ifadəsi ilə bu ifadənin açılışının birinci hissəsi gedər. Deməli, qaldı sinus alfa plus beta vurulsun. Surətdə nə qaldı? Mənfi sinus alfa sinus beta qaldı. Məxrəcdə isə nə qalıb? Kosinus alfa kosinus beta kosinus alfa plus beta qalıb. İndi fikir verin, sinus alfanı kosinus alfaya bölsək, tangens alfa. Sinus betanı kosinus betaya bölsək, tangens beta. Sinus alfa plus betanı kosinus alfa plus betaya bölsək, sinus alfa plus betanı kosinus alfa plus betaya bölsək, nə qalar? Tangens alfa plus beta, düzdür. Alfa plus betanın da yerinə biz yuxarıdan alfa plus betanın yerinə 360 minus gamma qoysaq, onda tangens alfa plus beta yerinə tangens 360 minus gamma qoyarıq. 360 da dəyişmir, 4-cü cüblü tangens 4-də mənfidir. Onda olacaq tangens gamma. Mənfi tangens gamma olacaq. Nəzərə alın ki, burada bir dənə də mənfimiz var. Mənfi müsbət tangens gamma. Beləliklə, biz bərabərliyin sağında olan ifadəni aldıq və bu tənlik ispat olundu. Keçid alaq növbəti sola. A sinus alfa plus B kosinus alfa bərabər M olarsa, A kosinus alfa minus B sinus alfa bərabər N olarsa, A kvadrat plus B kvadrat bərabərdir M kvadrat plus N kvadrat ifadəsinin qiymətini tapın. Gəlin neynəyək? Bu ifadəni götürək. Bu şəkildə. Bir qədər yığaq və ispat edək. Başlayaq. Deməli, A sinus alfa plus B kosinus alfa M-dir. A kosinus alfa minus B sinus alfa N-dir. A kvadrat plus B kvadrat bərabərdir M kvadrat plus N kvadrat olduğunu ispat edilir. Biz nə edirik? Birinci ifadəni yazırıq. A sinus alfa plus B kosinus alfa bərabərdir M və kvadrata yüksəldirik. Eyni şəkildə A kosinus alfa minus B sinus alfa bərabərdir N. Nə edirik? Kvadrata yüksəldirik. Birinci tənliyi açsaq. A-nın kvadratı sinus alfa plus 2AB sinus alfa kosinus alfa plus B-nin kvadratı kosinusun kvadratı alfa bərabərdir M-in kvadratı. A-nın kvadratı kosinusun kvadratı alfa minus 2AB sinus alfa kosinus alfa plus B-nin kvadratı sinusun kvadratı alfa bərabərdir N-in kvadratı. Bu ifadələri tərəf-tərəfə toplayırıq. Tərəf-tərəfə toplayanda 2AB sinus alfa kosinus alfa ifadəsinin biri müsbət, biri mənfidir, getdilər. A kvadrat sinus alfa ilə A kvadrat kosinusun kvadratı alfa, A kvadrat sinusun kvadratı alfa plus A kvadrat kosinusun kvadratı alfa. Buradan A-nın kvadratını çıxarsaq nə qalar? Sinusun kvadratı alfa plus kosinusun kvadratı alfa. Eyni zamanda B kvadrat kosinus alfa, B kvadrat sinusun kvadratı alfa. Bunlardan da B-nin kvadratını çıxartsaq nə qalar? Sinusun kvadratı alfa plus kosinusun kvadratı alfa bərabərdir M-in kvadratı plus N-in kvadratı. Və sinusun kvadratı alfa plus kosinusun kvadratı alfa qızıl enliydi trigonometriyada. O 1-ə bərabərdir. 1. Eyni şəkildə 1. Göründüyü kimi sol tərəfdə qaldı A kvadrat plus B kvadrat. Sağ tərəfdə qaldı M kvadrat plus N kvadrat. Elə bizdən də bunun isbatını soruşurdu. Yəni, bu tənlik də isbat olundu.
Keçid alaq 3-cü suala. Alfa, beta, qamma üçbucağın daxili bucaqları olarsa, sinus alfa plus qamma bölü 2 bərabərlik kosinus beta bölü 2 olduğunu ispat edin. Deməli, burada yenə biz bunu götürək. Bu şəkildə. Crop edək, bunu sildək. Bu şəkildə. Okey, indi isə baxaq bu sualın isbatına. Üçbucağın daxili bucaqlarının cəminin 180 olduğunu bilirik. Alfa plus beta plus qamma bərabərdir 180. İndi isə buradan biz alfa plus qammanı tapa bilərik. Alfa plus qamma nəyə bərabərdir? 180 çıxılsın beta. Daha sonra, bəs alfa plus qamma bölü 2 nəyə bərabərdir? Alfa plus qamma bölü 2. 180 çıxıb betanı böləcək 2-yə. Nə alınacaq? 90 çıxılsın beta bölü 2. Bu alınacaq. Və indi gələk bu təni də yerinə yazaq. Onda yazırıq sinus alfa plus qamma bölü 2 bərabərdir sinus alfa plus qamma bölü 2-nin yerinə 90 minus beta bölü 2 yazsaq, 90 bölünsün beta bölü 2 yazsaq, 90 minus beta bölü 2 yazsaq. Çevirmə düsturuna görə sinus 90 çıxılsın alfa, kosinus alfaya bərabər olduğuna görə onda burada sinus 90 minus beta bölü 2 bərabərlik kosinus beta bölü 2 olar. Olar. Və salam, bizdən də bu tələb olunurdu. Teorem ispat olundu. Teorem yox, tənlik ispat olundu. Keçid alaq 4-cü suala. Düzbucaqlı üçbucaq verilir və burada belə bir eyniliyin isbatı tələb olunur. Yenə götürək buranı. Buradan bir qraflar eləyək. Bu şəkildə. Aha. Okey. Deməli, belə bir tənlikdir. Biz bilirik ki, bucağın kosinusu, kosinus alfa, bitişik katetin, alfanın kosinusu, bitişik katetin B-nin hipotenuza nisbətinə bərabərdir. Yəni, B böl C-yə. Və həmçinin biz dərəcə azaltma düsturlarımızı yadımıza salaq. Əvvəlcə yadımıza salaq ki, kosinus 2 alfa nəyə bərabər idi? Kosinus 2 alfa. 2 kosinusun kvadratı alfa, yəni 2 qat bucağın düsturu. Minus 1. Buradan kosinusun kvadratı alfa nəyə bərabər idi? 1 plus kosinus 2 alfa böl 2. Bəs buradan bu şəkildə göründüyü kimi kosinusun kvadratı alfa 1 plus kosinus 2 alfa bölü 2-dirsə, onda biz bunu yarım qat bucağın düsturun kimi yaza bilərik. Necə? Kosinusun kvadratı alfa bölü 2 nəyə bərabər olacaq? Argumenti biz burada 2 dəfə azaltdıqsa, 2 alfadakı argument də 2 dəfə azalacaq da, onda nə olacaq? 1 plus kosinus alfa olacaq bölü 2. Düzdürmü? Aha. Ona görə də kosinus alfa bölü 2 nəyə bərabər olacaq? Kökün altında 1 plus kosinus alfa böl 2 olacaq. İndi bu düstura görə bizdə kosinus alfa B böl C-dirsə, onda kosinus alfa böl 2 nə olar? Kök altında 1 plus kosinus alfanın yerinə B böl C qoyuruq. B böl C bölünsün 2. Bu şəkildə. Bu ifadəni də sadələşdirsək, burada 2C alınacaq, yuxarıda isə B plus C alınacaq. Kökün altında bu şəkildə. Bizdən də bu tələb olunurdu, eynilik isbat olundu. Keçək növbəti suala. 5-ci sual. Belə bir loqaritma sualı var və bu eyniliyin isbatı tələb olunur. Crop edək buradan. Loqaritmanı götürək. Loqaritmanın xassələrini yadımıza salaq. Loqaritmanın
Loqaritmik ifadənin qiyməti nə zaman mənfi olar? Nə zaman müsbət olar? Onu yadımıza salaq. Bildiyimiz kimi loqaritma a əsasdan x ifadəsi əgər 0, a, 1 aralığında, amma x 1-dən böyükdürsə, qiymət mənfidir. Məsələn, loqaritma 2-də 1 əsasdan 4. Cavab mənfi 2-dir. Daha sonra bildiyimiz kimi, əgər a böyükdürsə 1-dən, amma 0 kiçikdir, x kiçikdir 1 olarsa, yenə loqaritmik ifadə mənfi olacaq. Məsələn, loqaritma 2 əsasdan 4-də 1. Cavab mənfi 2-dir. Digər hallarda, yəni həm a-nın 1-dən böyük olduğu halda, həm loqaritma a əsasdan x ifadəsi nə zaman müsbətdir? A da böyüdür 1, x da böyüdür 1. Məsələn, loqaritma 2 əsasdan 8 bərabərdir 3-ə. Və yaxud da nə zaman böyüdür? Deməli, a da yerləşir 0 ilə 1 arasında, x da yerləşir 0 ilə 1 arasında. Bu zaman yenə loqaritmanın ifadəsinin qiyməti müsbətdir. Məsələn, loqaritma 0,6 əsasdan 0,36. Bunun da qiyməti 2-dir, yəni yenə müsbətdir. Ona görə də deməli, bizdə a da b də hər ikisi 0 ilə 1 arasında yerləşirsə, onda loqaritma a əsasdan b ifadəsi ilə loqaritma b əsasdan a ifadəsi nə olacaq? Hər biri müsbət olacaqdır. Hər biri müsbət olacaq. Beləliklə, gəlin biz onda ifadəmizi parçalayaq. Yadımıza salaq, loqaritma a əsasdan a vur b ifadəsini necə parçalaya bilərdik? Təbii ki, hasil kimi. Onda yaza bilərik ki, loqaritma a əsasdan a loqaritma a əsasdan a plus loqaritma a əsasdan b. B əsasdan a-ni də yaza bilərik. Loqaritma b əsasdan a plus loqaritma b əsasdan b. Böyük bərabər 4. Bildiyimiz kimi loqaritma a əsasdan a 1-dir. Loqaritma b əsasdan b 1-dir. 1 plus 1 2. 2 plus loqaritma a əsasdan b plus loqaritma b əsasdan a. Böyük bərabər 4. Nəzərə alaq ki, loqaritma a əsasdan b ifadəsi də, loqaritma b əsasdan a ifadəsi də hər ikisi nədir? Müsbətdir. Biz də bilirik ki, iki müsbət ədədi ortası, qoşu bərabərsliyi, onların həndəsi ortasından kiçik deyil. Ona görə də buradan a plus b böyük bərabər nə alınır? 2 kök altı ab alınır. İndi biz qaydaq yuxarıdakı tənliyə. Buradan 2-ni atırıq sağa, 4-dən 2-ni çıxırıq. Yazırıq ki, loqaritma a əsasdan b plus loqaritma b əsasdan a böyük bərabər 2. Və loqaritma a əsasdan b ilə loqaritma b əsasdan a ifadəsinin qiyməti. Burada a ilə b-nin yerinə yazsaq, onda loqaritma a əsasdan b plus loqaritma b əsasdan a böyük bərabərlik 2 kök altında onların hasili. Bunların da hasili a-dan b vurulsun b-dan a 1 olacaq. Yəni, bu ifadə böyük bərabərlik 2-dən. Bizdən də elə bu tələb olunurdu. Vəssalam, teorem ispat olundu, tənlik ispat olundu. Keçək 6-cı suala. 3-bucaqdır. 3-bucaqda alfa bucağı və beta biçik bucağı varsa, A tərəfi varsa, 3-bucağın sahəsini ispat edin ki, bu şəkildədir. İspat edin ki, 3-bucağın sahəsi bu şəkildədir. Yenə götürək buradan bir crop eləyək. Bu şəkildə və bu şəkildə. Bu, deməli, bu qaydanı, bu tənliyi, bu
xassəni necə ispat edə bilərik? Bir üçbucaq çəkirik. Üçbucaq çəkirik. Bura A tərəfi olsun. Qarşısındakı bucağa alfa veririk. A tərəfinə bitki bucaq bettadır. Bizdən üçbucağın sahəsini istəyir. Düzdür. Biz sahəni bunların ifadə eləməliyik. Mən digər tərəfə B yazıram, amma bura qamma, bura C yazıram. Amma biz sahəni tapanda yekunda sahəni nə B ilə, nə C ilə, nə də qamma ilə ifadə edə bilmərik. Niyə? Çünki bunlar bizə verilməyiblər. Bizdə ancaq nə verilibsə alfa, beta, A. Ancaq bunlarla ifadə edə bilərik. Okey, onda başlayaq. Mən əvvəldən qeyd edeyim ki, burada sahəni biz tapa bilərik. 2-də 1 A vurulsun C vurulsun sinus beta. Yəni, iki tərəf arasındakı bucağa görə üçbucağın sahə düsturu var. Burada bizə verilməyən nə var? C var. Deməli, mən C-ni ifadə eləməliyəm. Ona görə də nə edirəm? Sinuslar teoreminə istifadə edirəm. Yazıram C bölünsün sinus qamma bərabərdir A bölünsün sinus alfa. Burada da sinus qamma bizə verilməyib. Deməli, sinus qammanı da yenə mən ifadə eləməliyəm alfa və beta ilə. Bildiyimiz kimi alfa, beta qammanın cəmi neçədir? Üçbucaqda 180-dir. Ona görə qammanın yerinə nə yazmaq olar? 180 minus alfa plus beta. Gətirib burada yerinə qoysaq, onda olur C bölünsün. Sinus 180 minus alfa plus beta bizə nə verəcək? Təbii ki, sinus alfa plus beta verəcək. Sinus alfa plus beta verəcək. Bərabərdir A bölünsün sinus alfa. Buradan biz C-ni tapırıq. C nəyə bərabərdir? Tənasüblə A vurulsun sinus alfa plus beta bölünsün sinus alfa. Biz C-ni tapdıq. Əsas problem o idi ki, biz C-ni ifadə edək. Vəssalam, indi üçbucağın sahə üstündə bunları nəzərə ala bilərik. Onda olacaq 2-də 1 A vurulsun. C-nin yerinə yazırıq. A vur sinus alfa plus beta bölünsün sinus alfa. Və bizdə bir dənə də sinus beta var burada, onu da qeyd eləməliyik. Vur sinus beta. Və yekun formamız necə olacaq? Yuxarıda A-nın kvadratı sinus alfa plus beta. Vur sinus beta. Aşağıda isə 2 sinus alfa olacaq. Yəni, bizdən də istənilən ifadə bu idi ki, bunun isbatı tələb olunurdu. Biz həmin ifadəni aldıq. Beləliklə, bu ifadə də isbat olundu. Keçid alırıq 7-ci suala. 7-ci sualda trapesiya verilir. Trapesiyanın oturacaqları verilir. A-n bölü M-nin A minus B bölünsün A plus B olduğu soruşulur. Məsələni götürək. Bir tərəfə qeyd edək burada. Buradan yenə crop edək. Burada yadımıza salaq nəyi? Yəni, burada biz nə edəcəyik? Bizim işimiz nədən ibarət olacaq? Trapesiyanın göründüyü kimi bölündüyü hissələrinin sahələrini bərabər verib. Bu məsələdən istifadə etmək lazımdır. Və biz trapesiyanın hündürlüyünü çəksək, bu hündürlük həm MCD üçbucağının hündürlüyü olur, həm də ABCM trapesiyasının hündürlüyü olur. Yəni, buradan mən bir hündürlük çəksəm, bu həm trapesiyanın, həm də üçbucağın deməli hündürlüyü olacaqdır. Bizə deyir ki, C təpəsindən keçən düzxət alt oturacağı M nöqtəsində kəsərək trapesiyanın sahələri eyni olan iki fiqura ayırır. Yəni, şərtə görə S ABCM bərabərdir SMCD. Şərtə görə belədir. Bizə oturacaqları verib AB-dən böyükdür. Onda aşağı bütöv A-dır. Bura bütöv A-dır. Yuxarı bura B-dir. MC də AB paralel deyil, yəni. Paralel deyil.
O zaman biz nə edirik? Gəlin sahələri yazaq. Gəlin burada sahələri yazaq. Birinci ABCM trapesiyasının sahəsini yazaq. ABCM trapesiyasının sahəsini yazaq. ABCM trapesiyasının sahəsi nəyə bərabərdir? SABCM bərabərdir AM plus BC bölü 2 vur H. Və SMC'də nəyə bərabərdir? MC'də bərabərdir 2-də 1 MD vurulsun H. Və biz bu sahələri bir-birinə bərabərləşdirsək, H-lar eynidir, getdilər, 2-lər getdi. Yerdə nə qaldı? AM plus BC bərabər MD. Aha, 10'da. Bizdə AM bərabərdir MD'miz minus BC'miz. BC'miz də B verilib. Digər tərəfdən AM plus MD nəyə bərabərdir? AM plus MD AD-yə bərabərdir. O da bizə A verilib. Aha. Ona görə də biz burada əvəzləmə eləyəcəyik. Aşağıda AM-in əvəzinə MD minus B qoysaq. Onda olacaq MD minus B bərabərdir. MD minus B plus MD bərabərdir A-ya. Buradan 2MD bərabərdir A plus B-yə. MD bərabərdir A plus B bölü 2. MD bərabərdir A plus B bölü 2. İndi AM-i tapaq. AM də bərabərdir MD minus B-də axı. Bu hissədə. AM bərabərdir MD minus B. MD-nin yerinə A plus B bölü 2 qoysaq. Minus B. Ortaq məxrəc 2. Yuxarıda A plus B minus 2B. Yəni A minus B alınır. Beləliklə bizdə AM alındı A minus B bölü 2. MD alındı A plus B bölü 2. Ona görə də AM bölü MD A minus B bölü 2 bölünsün A plus B bölü 2. O da bərabərdir A minus B bölünsün A plus B olar. Yəni bizdə elə bu ifadənin doğruluğu tələb olunurdu. Bu şəkildə də ispat edə bilərik. Səkkizinci sual. Deməli, 6-cı sualla çox oxşardı. Ona görə də onu ispat eləmirəm. Özünüz 6-cı suala baxıb rahat ispat edə bilərsiniz. Keçək 9-cu suala. İspat edin ki, A tərəfinə və ona bitişik alfa beta bucaqlarına görə bucağın sahəsi A kvadrat sinus, daha doğrusu mən 9'a baxmalıyam. Bir dəqiqə. 9. Çox getdik. Aha, 9-cu suala deyir ki, trapesiyanın daxilində çevrə var, hündürlüyü H-dır, yan oturacaqlar 30 və 45 dərəcəli bucaqlar əmələ gətirirlər. Trapesiyanın daxilində çevrə varsa, deməli trapesiyanın ümumiyyətlə dördbucağın daxilində çevrə varsa, qarşı tərəflərin cəmləri cüt bərabərdir. İndi biz trapesiya çəksək, daxilində çevrə olmaq şərti ilə bir trapesiya çəkirik. Bu şəkildə. Biraz sərgəsiz olsa da bizə bunun sərgəsi çox da önəmli deyil. Məsələni həll etməyə çalışaq. Toxunur, yəni qəbul eləyək ki, toxunur. Bu şəkildə belə. Bu şəkildə. Aha. Buradan bir hündürlük indiririk. H. Bura bir 30 yazırıq. 30 dərəcəli bucaq qarşısındakı katet. Düz bucaqlı bucaqda 30'un qarşısındakı katet. Hipotenuzun yarısıdır. Ona görə də bura H-dırsa, katet H-dırsa, yan tərəf 2H olar. Digər hündürlüyümüzü çəkirik. Burada H yazırıq. Bu dəfə bura 45'dir. 45, 90, 45. Bu düz bucaqlı bucaq bərabər yanlı olur. Bərabər yanlı düz bucaqlı üç bucağın da hipotenuzu katetdən kökdə 2 dəfə böyük olar.
köçdəkləri böyük olar. Ona görə də sağdakı deməli, yan tərəf nə olacaq? Sağdakı yan tərəf h köçdə 2 olar. H köçdə 2. H köçdə 2. Beləliklə, yan tərəflər 2h və h köçdə 2 alındı. Daxilində çevrə olduğu üçün oturacaqlara a və b desək, onda a plus b bərabərdir 2h plus h köçdə 2. Dördbucağının daxilində çevrə varsa, qarşı tərəflərin cəmləri cüt bərabərdir. İndi biz bunun sayəsini yazsaq, trapesiyanın sayəsi nədir? A plus b bölü 2 vur h deyil. A plus b-nin yerinə 2h plus h köçdə 2 bölünsün 2 vurulsun h yazırıq. Buradan da alınır 2h-ın kvadratı plus h-ın kvadratı köçdə 2 bölünsün 2. H-ın da kvadratını mötərizə xaricinə çıxartsaq 2 plus köçdə 2 bölünsün 2. Yəni bizdən də elə bu tələb olunurdu. Bu eynilik də isbat olundu. Keçək 10-cu suala. 10-cu sualda deyir ki, diaqonalları perpendikulyar olan bərabəryanlı trapesiyanın orta xəttinin onun hündürlüyünə bərabər olduğunu isbat edin. Necə həll etmək olar bu sualda? Okey. Diaqonalları perpendikulyar olan bərabəryanlı trapesiya götürürük. Bir trapesiya götürək. Bu şəkildə. Bərabər yanlıdır. Onu nəzərə alırıq. Bərabər yanlıdır. Diaqonalları perpendikulyardır. Diaqonalları perpendikulyardır. Diaqonalları perpendikulyardır. Bildiyimiz kimi, trapesiya bərabər yanlıdırsa, diaqonallar da bərabərdir. Diaqonallar da bərabərdir. Yəni, bu diaqonallar bərabər oldu. Biz nə edirik? Yuxarıya A, aşağı oturacağa B versək və aşağı oturacağın uzantısını çəkərək biz diaqonala bərabər olan paralel çəkirik. Diaqonala bərabər olan paralel. Buna bərabər olan paralel çəkirik. Bu şəkildə. İndi burada bir paraleloqram yarandı. Fikir verin. Paraleloqram yarandı. Və bu paraleloqramın qarşı tərəfləri bildiyimiz kimi bərabərdir. AA. İndi burada bir məsələ diqqət etmək lazımdır. Mən bura bir M verim. Bura B olsun. Bura C olsun. Bura D olsun. Burada Y olsun. Paraleloqramın diaqonalları bərabər olduğu üçün BY DC-yə bərabərdir. DC də MB-yə bərabər olduğu üçün, bizim yeni çəkdiyimiz uzantı MB-yə bərabər olduğu üçün BY də MB-yə bərabərdir. Ona görə üçbucaq MBY-də MB bərabər BY. Eyni zamanda MB DC-yə paralel olduğu üçün, MB paraleldir DC olduğu üçün və BY perpendikulyar olduğu üçün DC-yə paralel düz xətlərdən birinə perpendikulyar olan düz xət digərinə də perpendikulyardır. Bu aksiomadır. Ona görə də, olduğuna görə BY perpendikulyar olur MB-yə. Yəni, bunun da mənası o olur ki, bax bu bucaq MBS 90 olur. Və bucaq MBS bərabər 90 dərəcə. Perpendikulyar. Və deməli biz MBY üçbucağını, MBS yox daha doğrusu MBY. Burada bunu düzəldək, MBY.
Deməli biz MBY üçbucağına fikir versək, MBY üçbucağı həm düzbucaqlı üçbucaqdır, həm də tərəfləri bərabərdir. MB ilə BY bərabərdir. Onda biz düzbucaqlı üçbucağın hündürlüyünü çəksək, düzbucaqlı üçbucağın hündürlüyünü çəksək, bərabər yanlı olduğu üçün bu hündürlük həm də median olacaq. Median olacaq. Buna bir BK deyək. Yəni BK bərabər hündürlüyə, həm də bərabər mediana. Median. Düzbucaqlı üçbucağın da medianı nəyə bərabərdir? Hipotenuzun yarısına. Hipotenuzumuz bəs nə qədərdir? Bir dənə MBY üçbucağına fikir verin, MBY üçbucağına. Hipotenuzumuz nə qədərdir? A ilə B-nin cəmidir. Yəni A plus B bölü 2-dir. Beləliklə biz aldıq ki, diaqonalları perpendikulyar olan bərabəryanlı trapeziyanın hündürlüyü orta xəttə bərabərdir. Çünki orta xəttimiz də oturacaq olan cəminin yarısıdır. Orta xətt, orta. Və beləliklə bu qayda da isbat olundu. Bu günlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.